Salam əziz Power BI həvəskarları. Bugün sizə daha bir DAX izah etməyə çalışacağım. Bu da Data App DAX-ıdır. Gəlin vaxt bilmədən daha yaxından tanış olaq. İstifadə tətbiq etdiyi Calculate konularda, table'larda və measure'larda Visual Calculation-a məsləhətdir. Çünki burada deyir ki, meaningless results, yəni məntiqsiz bir nəticələr verə bilər. Sintaksı dates of calendar, number of intervals, yəni bu interval ay, gün, il, kvartal seçilir. Burada isə onları irəli və geri olaraq istifadə olunur. Burada elə bir diqqət layiq bir yoxdur. Amma yəni istəsəniz girib oxuya bilərsiniz. learn-microsoft.com bu saytdan. Gəlin vaxt bilmədən indi praktikasına keçək. Belə bir sales cədvəlimiz var. Gəlin siz görməyinizdən ötürü sizə query-dən göstərim. Date, product, amount. Bəli. 731 rostdur. Burada 1 yanvardan 2024-dən 31 dekabr 2025-ə qədər var. Burada hər bir tarix bir dəfə təkrarlanıb. Amma ola bilər ki, bir tarixdə misal üçün bundan 31-i 2 dənə, 3 dənə və ya daha çox olsun. Təmiz datadır, flat datadır. Heç nə, close and apply eləyək. Gəlin ən primitiv nümunəsinə baxaq. +1 months eləyək. Dated, bu date number 1 verək, yəni +1 deməkdir, months. Ən sona gedirəm. Baxın, dekabr ayı dedik ki, tarixləri ayı +1 elə. Bu 10 noyabr 11-dir, bu avtomatik 12. O cümlədən də -1 etsək. Baxın, yanvardan əvvəl ay yoxdur deyə cədvəlimizdə bunlar boş saxlayır, ancaq fevraldan başlayaraq yanvara doğru, arxa doğru gedir. Bu bizə lazım deyil. Bunu silah yüklə from the model. Bəli, indi ən real istifadəsini sizə göstərirəm. Xanımlar və cənablar, burada date alır, burada amount. Belə filtrdə bizə əslində is 2024 edirik. Əvvəlki ayın satışlarına baxmaqdan ötürü kvartal lazım deyil, lazım deyil. Bunlar belə. Amount, baxın, yanvarda bu qədər satış yoxdur, fevralda bu qədər və s. və ilax. İndi biz measure etsək, +1 month sales nə edək? İlk öncə calculate sum amount, sonra date add, date nə olasıdır? Number of 1 və months. Bir dəqiqə.
bu düzgün nəticə vermir. Nəyə görə vermir? Çünki bizə bu əsas məqam yerdir. Bir dənə olmalıdır. Yəni bizdə misal üçün burada olmasa belə belə bir cədvəl lazımdır. Bütün tarixlər qoyulan bunu da mütləq qaydada mark as a date table eləmək lazımdır. Mark as a date table bir daha matrix seçirik. Date, amount, təzədən delete from model edək. Təzədən datamızı yükləyək. Bunu silək. Table bunu da mark as a table matrix date amount filtre olarak is 2024 ve apply. Yani müjimizi yazar. 101 month sales calculate sum amount bəli, səhv buradaydı əslində. Səhv burada demişdim. Mən vergül mərtəzə bağlamamışdım. Əslində düz gedirdi. Date'imiz olasıdır. İndi fikir verin. Bir ay qabağın satışı ilə əslində bunu mənfi 1-dən edirlər. Yəni əvvəlki ay satışını müqayisə etmək. Baxın, fevralda 79.000 oldu, yanvarda 91.000. Və bu bir növ beləsinə. Baxın, soldan yuxarı, soldan aşağı sağa doğru bax. Bununla bu eynidir. Bununla bu və s. və ilə axır. Bütün daxsında yekun istirahı mənfi 1 eləyək. Anlaşılır olsun deyə.
Bugünlük bu qədər. Əlavə suallarınız olarsa, rəy verməsinə qeyd edərsiniz. Sağ olun, sağlıqla qalın.